Qoç bürcü 1 oktyabr 2025-ci il. Sakitliyi qorumaq asan olmayacaq. Ətrafınızda əsəbi bir mühit yarana bilər. İş yoldaşlarınız adi şeylərə həddən artıq emosional reaksiya verə bilərlər. Razılığa gəlmək adi günlərə nisbətən biraz çətin olacaq. Siz hər şeyin öhdəsindən uğurla gələcəksiniz və nəzərə çarpacaq itkilərdən yayınacaqsınız. Amma bu gün üçün səy göstərməlisiniz. Əmlakla bağlı sözləşmələr bağlamağa və ya təmirə başlamağa dəyməz. Əgər özünüzə əl ala bilsəniz, atdığınız addımların istədiyiniz nəticəni verdiyini görəcəksiniz. Ailəli qoçlar ev işlərinə bir qədər çox diqqət ayırmalı olacaqlar. Buğa bürcü 1 oktyabr 2025-ci il. Səhər saatlarında faydalı əlaqələr qurmaq, ən müxtəlif insanlarla dil tapmaq sizdə xüsusilə yaxşı alınacaq. Fikirlərinizə həvəslə qulaq asacaqlar. Sizə tərəf addım atacaq, əməkdaşlıq təklif edəcəklər. Ətrafınızdakilərin motivlərini anlamaq, maraqlarını nəzərə almaq asan olacaq. Üstəlik öz maraqlarına zərər vermədən, ancaq maliyyə məsələlərinə diqqət yetirmək, planlaşdırılmamış xərclərə yol verməmək. Günortadan sonra əhvalınızda eniş-yoxuşlar ola bilər. Amma bunun öhdəsindən gələcəksiniz. Tələskən qərarlar verməkdən çəkinin. Bəzi buğalar işgüzar münasibətləri romantik istiqamətə çevirəcəklər. Əkizlər bürcü 1 oktyabr 2025-ci il. Günün əvvəlində başqaları ilə ünsiyyət tələb etməyən adi tapşırıqlara diqqət yetirin. Öz emosiyalarınızı idarə etmək çətin olacaq. Şəxsi ambisiyalarınız düzgün qərarlar verməyə mane ola bilər. İş yoldaşlarınızla və yaxın adamlarla mübahisələrdən qaçın. Özünüzü pozitiv dalğaya kökləyin. Hər bir vəziyyətdə müsbət tərəfi görməyə çalışın. O mütləq tapılacaq. Tədricən əhvalınız yaxşılaşacaq. Bir çox problemlər isə öz-özünə həll olunacaq. Artıq bir neçə gün yığılıb qalan məsələlərin bir qismini yoluna qoya biləcəksiniz. Bəzi əkizləri xoş və dəyərli hədiyyələr gözləyir. Xərçəng bürcü 1 oktyabr 2025-ci il. Günün əvvəlində istirahət etmək, özünüzə güzəşt etmək istəyi yaranacaq. Bu fürsət yəqin ki olacaq, amma ondan sui-istifadə etmək lazım deyil. Vəziyyəti yanlış dəyərləndirmək sizə ciddi zərər verə bilər. Ətrafınızdakilərdən çox öz biliklərinizə və həyat təcrübənizə güvənin. Artıq xərclərin qarşısını alın. Bir qədər sonra başqaları ilə razılaşmaq daha asan olacaq. Sizin səmimiyyətiniz və açıqlığınız, hətta adətən çətin başa düşdüyünüz insanlarla da münasibətləri yaxşılaşdıracaq. Bir çox xərçəng gələcək uğurlar üçün möhkəm təməl qoya biləcək. Şir bürcü 1 oktyabr 2025-ci il. Hisslərə qapılmaq, əsəbilik yaxşı müttəfiq olmayacaq. Ona görə də xarakterinizi tez bir zamanda cilovlamağa çalışın. Çox istəsəniz də münaqişəyə girməyin. Münasibətləri korlamaq asandır, amma bərpa etmək uzun və çətin olacaq. Diqqətinizi nəticəsi yalnız sizdən asılı olan işlərə yönəldin. Başladığınız işləri tamamlayın. Qaydasız qalmış məsələlərə aydınlıq gətirin. Özünü ələ ala bilən şirlərə günün ikinci yarısında bəxt güləcək. Vacib problemlərin bir qismini həll etmək, faydalı insanlarla əlaqələr qurmaq mümkün olacaq. Qız bürcü 1 oktyabr 2025-ci il. Xəyalpərəstliyə meyilli olacaqsınız. Vəziyyəti düzgün qiymətləndirməyə bilərsiniz. Yanılmalar sizə baha başa gələ bilər. Ona görə də biraz daha ehtiyatlı davranmaq faydalıdır. Tələsik nəticələr çıxarmayın. Düşünülməmiş qərarlar verməyin. Bədxahlarınız sizə zərər vurmağa çalışacaq, amma heç nə əldə edə bilməyəcəklər. Bununla belə sizə tənbəllik və ya məsuliyyətsizlik ittihamı üçün səbəb verməyin. Bir çox qız yığılıb qalmış işləri uğurla həll edəcək. Vacib məsələləri yoluna qoyacaq. Başqalarının səhvlərini düzəldəcək. Axşam yaxın ruhlu insanlarla ünsiyyət üçün əlverişli olacaq. Əgər sizi yeni bir məclisə dəvət etsələr, imtina etməyin. Peşman olmayacaqsınız. Tərəzi bürcü 1 oktyabr 2025-ci il. Səhərdən vacib işlərə başlayın. Sakitliyiniz və emosional sabitliyiniz hətta uzun müddət həllini tapmayan məsələləri yoluna qoymağa kömək edəcək. İş yoldaşlarınızın və yaxın tanışlarınızın məsləhətləri faydalı ola bilər. Karyerada böyük sıçrayış gözləmək lazım deyil, amma mövcud işlərinizin öhdəsindən əla gələcəksiniz. Ailəli tərəzilərin yaşlı qohumlarının problemlərini həll etməsi lazım olacaq. Bunun üçün bəzi axşam planlarını ləğv etməli olacaqsınız, amma bu sizi qətiyyən narahat etməyəcək. Yaxınlarınıza kömək etməklə siz də məmnunluq duyacaqsınız. Əqrəb bürcü 1 oktyabr 2025-ci il. Sizin üçün hər şey mükəmməl olacaq. Çətin və iddialı tapşırıqlara başlamağın vaxtıdır. Xüsusilə xarici tərəfdaşlarla danışıqlar uğurlu keçəcək. Ətrafdakılarla asanlıqla dil tapacaq və qarşılıqlı faydalı razılaşmalara gələ biləcəksiniz. Qarşınızda əlverişli perspektivlər açılacaq və siz onları qaçırmayacaqsınız. Yeni biliklər öyrənmək, qeyri-adi bacarıqlara yiyələnmək adi günlərdən daha asan olacaq. Axşam isə əhvalınızı poza biləcək xoşa gəlməzliklər istisna deyil. Münasibətdə olan əqrəblərə isə kiçik səbəblər üstündə sevdikləri insanla mübahisə etməmək vacibdir.
Oğlaq bürcü 1 oktyabr 2025-ci il. Siz yalnız işləri qaydaya salmaqla kifayətlənməyəcək, həm də əvvəl buraxılmış səhvləri düzəldə biləcəksiniz. Diqqət, ehtiyatlıq və intizam böyük həcmli işlərin öhdəsindən gəlməyə kömək edəcək. İş yoldaşları və rəhbərliklə ünsiyyət uğurlu olacaq. Çətin vəziyyətlərdə kömək istəməkdən çəkinməyin. Sizə məmnuniyyətlə dəstək olacaqlar. Tələskən addımlardan, düşünülməmiş qərarlardan uzaq durun. Bəzi oğatanlar aldatma ilə qarşılaşa bilərlər, amma ayıqlıq və işlərdə ağıllı yanaşma sizi ciddi problemlərdən qoruyacaq. Oğlaq bürcü 1 oktyabr 2025-ci il. Yaradıcılıq qabiliyyətləriniz tam şəkildə üzə çıxacaq. Hətta adi işlərdə də faydalı olacaq. Qeyri-adi ideyalarınız yəqin ki, perspektivli olacaq. Başqalarını asanlıqla ruhlandıra biləcək. Onları öz entuziyanızla yoluxduracaqsınız. Danışıq və ictimai çıxışlar, iclaslar uğurlu keçəcək. Amma incəlikləri unutmamağa çalışın. Ünsiyyətdə sərtlik yerinə düşməyəcək. Bəzi oğlaqlar yaxınlarının anlaşılmazlığı ilə üzləşə bilərlər. Lakin səbir və açıq söhbətlər münaqişəni başlanğıcında söndürməyə kömək edəcək. Dolça bürcü 1 oktyabr 2025-ci il. Vacib insanların gözündə nüfuzunuzu artırmaq imkanı yaranacaq. Siz bu fürsəti mütləq dəyərləndirəcəksiniz. İş yoldaşları, rəhbərlik təşəbbüslərinizi dəstəkləyəcək. Təklifləriniz diqqətdən kənarda qalmayacaq. Yeni şeylər öyrənmək, ixtisası artırmaq, mürəkkəb məsələlərdə başa çıxmaq üçün əlverişli zamandır. Bizneslə məşğul olan dolçalar nəzərə çarpacaq gəlir əldə edəcəklər. Amma həddindən artıq maliyyə risklərindən qaçmaq lazımdır. Günün sonunda ailə qayğıları planlaşdırdıqlarınızdan imtina etməyə məcbur edəcək. Siz hər şeyin öhdəsindən gələcəksiniz, amma düşündüyünüzdən daha çox vaxt sərf olunacaq. Balıqlar bürcü 1 oktyabr 2025-ci il. Günə adi və sadə işlərlə başlayın. İş rejiminə uyğunlaşmaq, öz emosional vəziyyətinizlə baş etmək üçün sizə vaxt lazım olacaq. Ətrafınızdakı insanlarla razılığa gəlmək, onlara nə istədiyinizi izah etmək çətin olacaq. Buna görə də dəstəyə çox güvənməyin. Yaxşısı öz gücünüzə arxalanın. Günün ikinci yarısında müsbət meyillərin təsiri artacaq. Balıqların çoxu uzun müddət həll edə bilmədikləri məsələlərin öhdəsindən gələcəklər. Axşam görüşlər, dostlarla ünsiyyət, yeni tanışlıqlar üçün əlverişli olacaq.